Hakkımız yok danışmağa dağlardan. Hakkımız yok danışmağa dağlardan. Azad eylemesek biz yağlardan. Pelik düşüb bağçamızın bülbülü, saralıbdır çiçeği, solubdur gülü, solubdur gülü. Ha dostlar, yanıb evlərimiz, qalıbdır külü. O yanan evləri könlüm istəyir, o qalan qəbirləri könlüm istəyir bala. O yanan evləri könlüm istəyir. O deyirlərin yanıqlı səs, o evimi, vətənimi, torpağımı fikirləşib, həm də o sözlər də elə məcburi köçkün düşməyimizə aid sözlərdir. İndi qəriblikdi məni ağladan. İndi qəriblikdi məni ağladan. O yanan qəbirləri könlüm istəyir. Mən gəncliyi görməmişəm. Hamımız böyümüşük, amma çox çətin günlər yaşayıb o uşaqlar hamımız. Bizim gözəl evimiz olub. Biz amma gəldik dəmirdən evdə yaşayırdıq. Qışda soyuq olurdu, yayda isti. Yəni həmin o çətin dövr mənim arzularıma imkan vermədi də, yəni həyata keçsin. 8 il bundan qabaq tanış oldum bu rayonlarda. Bu qaçqın uşaq. O bu şəkildə 13 yaş oldu. Çox adam görürsüz, görəndə deyirəm, sən uşaq vaxt oxuyan uşaqsan, məni öpmək, qucaqlamaq. Mən bu videoya çox baxmışam, çox ağlamışam. O qədər deyil yanğılı, vətən həsrəti ilə oxumusan ki. Füzuli rayon Zərgər kəndindənəm. 1987-ci ildə Füzuli rayonunda anadan olmuşam. 93-cü ildə 5 yaşım olarkən Füzuli rayonunda erməni işğalçıları tərəfindən öz torpaqlarımızdan qovulmuşuq, məcburi köçkün düşmüşük. İmişli rayonu Bəcravan kəndində bir müddət qalmışıq, məcburi köçkün kimi. Ondan sonra isə qaçqınlar üçün salınmış Bəhrimtəpə qəsəbəsində bir nömrəli fin evində məcburi köçkün kimi yaşamışıq. Ailədə 5 nəfər olmuşuq. İndi hal-hazırda atam rəhmətə gedibdir. Orta təhsilliyəm. Fin şəhərciyində musiqi məktəbi vardı 7 illik. Həmin o 7 illik musiqi məktəbinin 5 illik, yəni şəhadətnaməsini almışam, yəni muğam üzrə oxumuşam. Həmin video İmişlidə çəkilibdir. 2000-ci ildə Amerikalı Jeffrey Verberg Azərbaycana gəlir. Qaçqın və məcburi köçkünlərimizin yaşam tərzi ilə necə yaşayır, istedadlı uşaqlar üçün maraqlanmışdır. Mən də evdə idim, mənim anam müəllimədir, məktəbdə bir uşağı göndərmişdi ki, yəni istedadlı uşaqları dinləmək istəyir. Amerikadan Jeffrey Verberg gəlib. Həmin vaxt, bilirsiniz, çox çətin bir vəziyyət idi həqiqətən. Acınacaqlı çətin günlər idi, dəmir evdə yaşayırdıq biz. Həmin vaxt mənim bir dənə köynəyim vardı, ağ köynəyim. Həmin köynəyim yaş idi. Yəni tez bazar onu evdə ütü ilə də, ütü deyək, qurutmağa çalışdıq. Amma tam qurumadı. Elə geyinib özümü çatdırdım həmin məktəbə. Hərə bir mahnı oxudu, yeni qaçqın düşmüşdük, çətin vəziyyət idi. Mənim də ürəyimdən, içimdən gəldi ki, Qarabağımızdan bir parça muğam oxuyum. Uşaqlıqda oxuduğum muğamı da mən kasetdən yazıb oxumuşam. O vaxt magnetofonlar vardı. Yazmışam, bir oxumuşam onu, öyrənmişəm. O vaxt daha çox həvəs var idi. Sadəcə olaraq qismət olmadı, oxuya bilmədik. Öz yurdumuzda, torpağımızda olsaydıq, yəqin ki, hər şey mənə elə gəlir ki, tamam başqa cür olardı. Perik düşüb bağçamızın bülbülü. Perik düşüb bağçamızın bülbülü. Saralıbdır çiçeği, solubdur gülü, solubdur gülü. O deyirlərin yanıqlı səs, o evimi, vətənimi, torpağımı fikirləşib, həm də o sözlər də elə məcburi köçkün düşməyimizə aid sözlərdir. Ona görə o içdən gələn yanıqlı bir səs idi, öz torpaqlarımızdan, elə ailə vəziyyətimiz, yaşam tərzimiz, bir otaqda 5 nəfərin yaşaması. O qədər çətin bir günlər olub ki, bizim gözəl evimiz olub. Biz amma gəldik dəmirdən evdə yaşayırdıq. Qışda soyuq olurdu, yayda isti. Mənim xatırlayıram, atam həmişə biz şilanq deyirik də, su durbası. Verirdi ki, yayda, axşam üstü olanda evin üstündən su vuraq, geç olmasa biraz sərinlik olsun, biz yata bilək o evdə. Qışda da ki, dəhşət soyuq olurdu, çöl dəmirdi. Təsəvvür elə ki, dəmirdə yaşayırsan. Belə deyim də, mən gəncliyi görməmişəm. Bu sənətimi də davam elətdirməməyin səbəbi o imkansızlıq olub, çətin günlər olub. Bu sənət haqqında heç düşünə bilmirdik. Çünki
tamam başqa şeylər fikirləşirdik. Ancaq dolanışıq olsun, elə məktəbə gedirdik, gəlirdik. Mənim elə ən böyük arzularımdan biri mən xanəndə olmaq idi. Mən o arzuma çata bilmədim. Düzdür, indi də tanıram, amma o uşaqlıq ifamdan tanıram. Amma istərdim ki, ən böyük arzum o idi ki, mən xanəndə olum, ölkəmizi təmsil edeyim, gözəl muğamlarımızdan oxuyum. Yəni həmin o çətin dövr mənim arzularıma imkan vermədi də, yəni həyata keçsin. Çəkilişdə baxmamısınız, palçıqdan evlər var idi. Biz evimizin qabağından palçıqdan evlər tikirdik. Uşaq da olsaq hamımız atamıza, anamıza kömək eləyirdik. Palçıq kərpic deyək də, həyətdə atam kəsirdi qəliblə deyək. Palçıqdan kəsirdi ki, olmasa biz otaqlarımızı ayıraq. Müharibə uşaqlarının oxşar tərəfi, yəni biz hamımız orada elə sema, üzdə olan o kədər, insanların çətinliyi, yəni hamımız elə həqiqətən müharibə uşaqları idi. Hamımız böyümüşük, amma çox çətin günlər yaşayıb o uşaqlar hamımız. Palçıq olurdu, yağış olurdu, rezin qaloş deyirdi, sapıq qaloş geyirdi o vaxt. Biz onu mazlayırdıq, yağla Allah'ın olsun, yəni yağlayırdıq ki, yaxşı görsənsin. O bizim üçün bilirsiniz nə idi? İçində onu biz yeri gəlsək, uşağımız belə geymir və yaxud da geymirləriz. Axırın səfər mən onu nə oxu görmüşəm, yadıma gəlmir. O dövr, sırf belə deyək, Qarabağ muğamın oxuyan, uşaq yanğılı səslə, ağlayaraq oxuyan, insanlara təsir edən mənim oxumağım olubdu. Düzdür, hamı Qarabağımızdan da oxuyub, muğamlar da oxuyublar, amma o ən təsirlisi mənim uşaqlıqda oxuduğum oldu. Özümə baxmağım ilk dəfə 2006-cı ildə olub. 6 il sonra mən əsgərlikdə idim. Onu da dostum mən zəng elədi, dedi, bəs YouTube'da yayınlanmışdı. Mən YouTube'da görmüşəm birinci dəfə. Amma yenə getdim o həmin günlərə, həmin illərə getdim, həmin uşaqlığa getdim, çətinliklər bir daha göz önündən keçirdim. Göstərirsən, ailəsinin var 8 il bundan qabaq, mən dəqiq bir hansı düşərgədə olmuşdu. Zefri Brekovda olan video və şəkilim, uşaqlıq şəkilimdir, 13 yaşım vardı orada. Və gəlib Azərbaycanda bütün qaçqın düşərgələrini gəzir, Bərdə, Füzuli, sonra Beyləqana gedirlər, Ağdama gedirlər. 5 gün axtarış olur, 5 gündən sonra məni tapırlar, axır ki. Əsas uşağa baxmayın da, burada qıraqda olan adamlara baxın gör. Tanıyan adam elə mi? Ha, tanıyın. Bax, bu yanındakı yönəsin uşaqları, adamları bax. Fərqanə, harada olur? İkinci filmdə. Na, let's go. İmişli'nin ikinci filmində. İndi hazırda orada yaşayır. Bəhrəmtəpə qəsəbəsi. 40 kilometr. İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yerləşən fin evlərində yaşayırdıq biz. Gəlib orada ailəmi tapdı, atam, anam. Yəni mən onda Bakıda işləyirdim, aksiyant işləyirdim. 200 nəfər idilər. Gəldilər, onda da düzü Zefrin yəni siması yadında qalmamışdı. Dedilər bizə buradan 20 nəfərlik də, yəni banket kimi stol olsun, amma bizə bu karson qulluq eləsin, başqa karson yox. Gəldilər, axşam video çəkilişlər gedir. Mənim də xəbərim yoxdur amma. Birdən Zefri mənə deyir ki, məni tanıdın sən, belə baxıram, deyirəm, yox da tanıya bilmədim. Dedi, bax, sən 2000-ci ildə oxuyanda mən Amerikanlı Zefri ver baxam. Ondan sonra xatırladım. Zefri ilə yəni 8 il sonra bu cür görüşdük biz. Ondan sonra, həmin o 2000-ci ildən sonra oxumamışam. Belə yenə deyirəm, qohum toyunda, dost tanış toyunda, şənliklərdə oxumuşam. Yəni biraz da olsa səsim qalıb. Əlbəttə ki, indi o uşaqlıq səsi ola bilməz, amma səs dəyişirdi ümumiyyətlə. Bir müddət sonra insanda dəyişir. Haqqımız yox danışmağa dağlardan, azad eləməsək biz yağlardan. İndi qəriblikdir, a dostlar, məni ağladan. İndi qəriblikdir, məni ağladan. O yanan evləri çöllüm istəyir, o qalan qəbirləri çöllüm istəyir. Əlbəttə ki, Qarabağda olsaydıq, öz torpaqlarımızda olsaydıq, burada alınmadı. Amma milyon faiz bilirdim ki, əgər orada qalsaydıq, məşhur bir müğənni olardı. Oxumaq həqiqətən bir dünyadır. Onu yaşamaq lazımdır. Həm qəlbən ilə, həm xarici, həm daxili. Amma mənə qismət olmadı da.
Fələk sapandına qoydu daş kimi, hara gəldi atdı bizi quş kimi. Bədənindən ayrı düşmüş baş kimi, didərgin elləri könlüm istəyir balam. Fövqəladə Hallar Nazirliyində işləyirəm, 18 ildir xidmət edirəm vətənə. 26 il öncədən indiyə çox böyük fərq var yaşam tərzimizdə. 3 övladım var, ailəliyəm. O vaxt əlbəttə yəni, çox çətin günlərdir, amma indi dövlətimiz də sağ olsun, keçmiş məcburi köç günlərimizə yəni, həmişə dəstək olub. İnşallah yəqin ki, öz torpaqlarımıza da tezliklə yəni, bərpa olunacaq, tikiləcək qaydacıq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzu qorusun, Allah Ali Baş Komandamızı qorusun. Mən kəndimizi gedib ziyarət eləmişəm. Sevincimi bir daha gedib öz kəndimdə oxumağımla, həmin o muğamla ifadə elədim. Yanıb evlərimiz qalıb türkülü, o yanan evləri könlüm istəyir, o qalan qəbirləri könlüm istəyir balam. Düzdür, orada sevincisi ilə oxurdum. Amma ən böyük kədər o idi ki, evimiz dağıdılmışdı, qəbirstanlıqlarımız dağıdılmışdı. Bir ağac belə deyim ki, yəni qoymayıblar da bir boya başa satsın. Yəni öz evimizi mən 6 yaşımda çıxmışam, amma öz evimizi gedib özüm tapmışam. Uşaq olsam da yadımda qalmışdı. Bizim evdə yəni ancaq qalan yerdəki yeridir. Biraz daşlıqsa, kubikdən olan daşlardır. Elə məni də ağladan, həmin o yerlərimizdən gəlib acınacaqlı çətin vəziyyətə düşməyimiz olubdu. Çox adam görürsünüz, görəndə deyirəm, sən uşaq vaxt oxuyan uşaqsan, məni öpmək, qucaqlamaq. Mən bu videoya çox baxmışam, çox ağlamışam. O qədər deyil yanğılı, vətən həsrəti ilə oxumusan ki, tək o torpaqlarımızdan məcbur köçkün kimi düşənlər yox. Elə bütün Azərbaycan xalqı. Həmin insanlara demək istəyərəm ki, artıq o videoya baxanda sevinç gözyaşları ilə baxın. Bugün artıq bütün torpaqlarımız işğaldan azad olunubdur. Biz öz torpaqlarımızdayıq. Belə işlər